Salam aleyküm. Birincisi burada 2S2 2P6 olmalı. Yazıram 2S2 2P6 yazıram X2 O7 4 mənfi. Bura bir A yazıram. Burada deməli mənfi 2 yazıram. Hər kəsin indeksini yuxarı vururam. 2A minus 14 bərabərdir mənfi 4. 2A bərabərdir 14 keçir sağ tərəfə müsbət olur. 2A bərabərdir 10, A da bərabərdir 5-ə. Biz tapdıq ki, X müsbət 5-dir. Amma protonunu bilmirəm. Və burada əsasən nəyə fikir vermək lazımdır? Bunun X-in elektron sayı X iyonunun 2s2 2p6'dır. Bu da 10 eləyir də. 1s2 2s2 2p6 Px minus 5 bərabərdir 10. Px bərabərdir 15. Bax, gətir burada bunun proton yerinə 15 yazıram. Burada 8 yazıram. 5 dəfə 15 dəfə 2'nin 30. Bu da 56. 30 üstə gəl 56 86. Mənfi 4'e toplayıram 90 eləyir. Doğru cavab burada A bənd olacaqdır. Davam eləyirik. Növbəti sualı nəzərdən keçirdək. Deməli bu alkendir. Özü də burada yazıbdır. Bununla birləşməyə daxil olan xlorun əmsalı üzüm maddədəki pi rabitənin sayı qədərdir. Əvəz etməyə daxil olan isə üzüm maddədə olan hidrogenin sayı qədərdir. Və olur o 2'nin üstə gələk 1. Üçüncü sual maraqlı sualdır. Görün nə yazıbdır cədvəlin aşağısında. Metan qazının 32 qramının 22,4 litr olduğu şərait. Metan belə yazılır. 32 qramın 22,4-dürsə 16'ın da 22,4 olmalıdır normal şəraitdə. Amma bu o şərait deyil. Bu o şərait deyil. Çünki molekülər kütlənin 22,4 litrə uyğun olması bu normal şərait. Ancaq burada 16'nı mən tapıram ki 11,2 litr. Bu başqa bir şəraitdir. Hansı ki bu şəraitdə biz molekülər kütlələri 11,2'ye uyğunlaşdıracağıq. Bunu yaddan çıxartmayın. İndi SO2 veribdir cədvəldə. 16 qramı bilmirəm neçə litrdir. 64 dedik 11,2 uyğunlaşdıracağıq. 16 vurulsun. 11,2 bölünsün. 64 bu 2,8 eləyir. Oksigenin də Y qramı 11,2'dirsə 32'si 11,2'ye uyğundur. Bu da 32 eləyir. Doğru cavab C bənd. Bu dördüncü sualda da bilmirəm oradan nə yazacaqdı. Yəni bilmirəm. Orada A götürəcəkdi, B götürəcəkdi. Ya onu bilmirəm. Ancaq sualı səhv yazıb. Məsələn biz bunu belə yazsaq, karbon H3, karbon H2, karbon H2 xlor. Belə yazsaq, birinci karbon mənfi 1'dir. Çünki ikisini alır hidrogendən, birini xlora verir. İkinci karbon mənfi 2'dir. Yox, biz bunu belə yazsaq. Burada ikinci karbon deməli 0 olur. Yəni heç bir halda ikinci karbon mənfi 1 olmur. Ona görə bu böyük ehtimalla birinci karbon yazmaq istəyib mənfi 1. Ona görə mən bununla yazıram. Mən yenə də bilmirəm orada cavab nə olacaqdır. Bilmirəm o nə götürəcək orada. Ancaq səhv yazıb sualı. Bu zamanda burada Würz reaksiyasına görə bu bir-birinə birləşəcək və buradan heksan alınacaq. Doğru cavab B götürürəm. 5-ci sualda baxın, əsas tənlik budur bax. Mən bu tənliyə görə yuxarıdakı 2 tənliyi idarə eləməliyim. Mən bu tənliyə görə yuxarıdakı 2 tənliyi idarə eləməliyim. Mənim əsas tənliyim aşağıdadır. Bu dairə almışam. Orada Z soldadır. Amma birinci tənliyə baxın, sağdadır. Ona görə onun yerini dəyişirəm. Onu keçirdirəm, Z-i keçirdirəm hara? Sol tərəfə. X keçir sağa. Onda mənfi A olur, müsbət A. Amma yenə də məndə əsas tənliyi əl çəkmir. Deyir, başa düşdüm. Sağla solun yerini dəyişdin. Ancaq mənim qabağımda burada Z-də 2 daxil. Sənin qabağında niyə 3'dür? Onda biz birinci tənliyi 2/3'e vururuq. Bunu 2/3'e vuranda bu zaman burada qalır 2. Aydındır. Bu olur 2/3. Bu olur 4/3. Bu da olur nə? 2A/3. 2/3'e vurdum da. Mənim əsas tənlimdə el sağdadır. İkincidə də sağdadır. Ona görə bunu necə var köçürdürəm. Amma məndə əsas tənlikdə elin qabağında 2 var. Burada 6 daxil 3'e bölmək lazım. Bunu 3'e bölürəm. 3'e böləndə bu belə qalır. Bunu 3'e bölürəm. 3'e böləndə bu elə eləyir. Bu da belə olur. Və sonda nə edirik? Tərəf-tərəfə toplayırıq. Tərəf-tərəfə toplayanda bununla bu getdi.
Eyni zamanda bundan bu getdi. Sol və sağdan oxşarda ixtisar olundu. Və görüb nə qaldı? Baxın, bunlar qaldı da. Bunlar toplanır, olur nə? 2A üstə gəl B bölünsün 3 doğru cavab burada A bəndidir. Bu da maraqlı sualdır. Qələvi metal deyəndə çox adam sırada düşünür ki, metal nitritlə oksigen alınır. Və litium yaddan çıxartmışsınız. Litium axı litium oksid NO2 oksigen verir. Demək bu litium NO3'dür. Litium NO3'dür. Və litium NO3 parçalananda litium oksid, azot dioksit və oksigen verir. Və görürsünüz ki, Y su reaksiya gedəndə bir maddə əmələ gətirir. Bu litium oksiddir. Aydındır. Və həmçinin burada həmin bu maddə oldu litium hidroksid. T oldu nə? Litium hidroksid. Oksigen də qələvi ilə gedə bilməz. Ona görə oksigen budur. Onda bu azot dioksiddir və litium hidroksidlə də NO2 qələvlər ümumiyyətlə nə verir? 2 dənə duz verir də metal nitrit, metal nitrat. Ona görə el metal nitrit olacaq, C bəndi olacaq. 7-ci sualda X, Y, N dissosiasiya eləyir. X-ə və N-Y-ə. Dissosiasiya dərəcəsi solda duran maddənin sərf olunduğu rəqəmdir. Yəni 2 molun 25%. Yəni 2 vur 25 bölü 100. Yəni 0,5'i dissosiasiya eləyir. Bura 1 yazıram. Bu zaman 12 tam %4 vur 10 üstü 23 alınıb. Bunu da altından yazıram. 6 tam %2 vur 10 üstü 23. Bir üstə gəl N. Yəni bir dənə X var. N dənə də Y var. Buradan bununla bu getdik. Sarı burada qaldı 2. 2'ni də bölürəm 0,5'e 4. 4 bərabərdir. Bir üstə gəl N. N də bərabərdir 3'ə. Ona görə 7-ci sualda doğru cavab B olacaq. 8-ci sual. İzopropil asitat. İzopropil, bax bu asitatdır. Bax, bu da izopropildir. Bax, bu da izopropil. Bu 1 metil, bu da 2-ci metil. Deyir ki, 3 metil qrupu var. Bəli. Deyir, molekulunda 13 polyar kovalent var. 1, 2, 3 polyar. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 12. Baxın diqqətdən. Polyar kovalent nə deməkdir? Polyar kovalent, bunu biz qısa belə də yaza bilərik də. Polyar kovalent karbona birləşən hidrogenlərin sayı neçə dənədir? 3'ü burada 6, 9, 10 dənə. Həmçinin karbonla oksigenlər arasında. 11, 12, 13, 14 dənə. 13 deyil. Valerian turşusunun izomeridir. Valerian turşusunda V hərfi var, yəni bu 5'ə oxşuyur. Burada da 5 dənə karbon var, orada da. Deməli, bunlar izomerdir. Natrium hidroksidlə reaksiya girəndə turşunun duzu alınır. Bəli, natrium asetat. Və birli karbon var, bu birlidir. Çünki bir dənə karbonla birləşib. Bu da birlidir. Bax, bir karbonla birləşib. Bu ikilidir, 2 karbonla birləşib. Bu da birli, bu da birli. Aydındır. Ona görə də 8-ci sualda səhv soruşduğuna görə B bəndi olacaq. 9-cu sual. Deməli, görün nə yazıb. Natrium hidroksidin məhlulunun elektrolizindən sonra 720 qram doymuş məhlul alınıb. Fikir verin, elektrolizdən sonra, bax yazıram, elektrolizdən sonra 720 qram məhlul alınıb. Buradan nə qədər həll olan var bilmirəm. Və həll olmayansa 1500 nə deməkdir? 1000 qram suda 1500 qram maddə var. Yəni bu deməkdir ki 2500 qram məhlulda. 2500 qram məhlulda. Yəni 1500 qram həll olan var. Buradan da 720 vurulsa 1500 bölünsün 2500. Tapdım ki həll olan 432'dir. Natrium hidroksidin də suda məhlulda elektroliz zamanı su buxarlanır da. Bu zaman anodda 112 litre normal şəraitdə qaz alınıb. Buraya 22-14 yazıram. Buraya M yazıram. Buraya 36 yazıram. 112'ni vururam 36'ya bölürəm 22-14'ə. Bu 180 eləyir. 180. Deməli bu 720'nin 432'si həll olan idi. 288'i suydu. Bu elektrolizdən sonra idi. Hansı ki elektroliz zamanı bu qədər su ayrılıb. Təzədən bunu qaytarıram bunun üstünə. Çünki məndən ilkin halı soruşur.
Deməli, su oldu nə qədər? Su oldu deməli 288 üstə gələ 432. Aydındır. Baxın, burada su nə qədər oldu? Su burada 180 qram. 180 qram buxarlanıb. Həll olan 432-dir. Yəni, elektrolizdən sonra həll olan 432, su da 288-dir. Burada da 180 qram su buxarlanıb. Gətirib bunu yazıram, toplayıram 288-dən əvvəlki vəziyyətə qaytarmaq üçün. Bu zaman əvvəl 432 həll olan 288-dən də 180 su cəmi 900 qram əvvəl məhlul olub. Yəni, buxarlanmamadan qabaq. Həmin 900-də 432-si həll olan idi. 432-ni 900-ə bölürəm. 50-48. Aydındır. Bir daha başa sarım. Diqqətiniz məndə olsun. Bir daha başa sarım. Elektrolizdən sonra 720 qram məhlul alınıb. Bunda nə qədər həll olan var bilmirəm. Amma həll olmayamsa 1500 deməkdir ki, 1000 qram suda 1500 qram maddə həll olur. Yəni 2500 qramda 1500 qram maddə həll olur. 720-ni vururam 1500-ə bölürəm. 2500'e həll olan 432 imiş. Demək 720'nin həll olanı 432-dirsə, yerdə qalan 288'i suymuş. İndi bu elektrolizdən sonra idi. Yəni elektrolizdən sonra idi. Elektrolizdə o zaman baş verir ki, su buxarlanıbdır. İndi nə qədər buxarlanıb bilmirəm. Hansı ki bu zaman anodda 112 litre oksigen aldım. Baxıram ki 180 qram su buxarlanıb, bu qədər su qalıb. Deməli, əvvəl bu da var imiş də burada, ilkində. Bunların cəmi 900 eləyir. 900'ün 432'si həll olandır. 432'ni bölürəm 9'a vururam, %48% eləyir. Ondan sonra gəlir 10-cu sual. Riboza. Karbon H2OH. Karbon HOH. Karbon HOH. Karbon HOH, COH. Hidrogenləşmə zamanı bu da çevrilir CH2OH. 5 tane OH qrupu var. Amma bununla bu asimetrikdir. Çünki asimetrik nə deməkdir? SPO3 vəziyyətində olmalısan, ay karbon. Bir də 4 müxtəlif qrupla birləşməkdən. Çox adam deyir ki, mən bunu da götürərəm, da deyirəm olmaz. Deyirəm çünki bu sağdan CH2OH, CH2OH. Soldan da CH2OH, CH2OH. Eyni şeylə birləşib. Ona görə burada ancaq ikisi asimetrikdir. 2-də 5'in 40%'ni təşkil edəcək. Oleyin məsələlərində həll olan SO3'dür. Bax, həll olan. Həll edici də sulfat turşusudur. Və burada SO3'ün mən kütləsini bilmirəm. Amma 100 qram 91% sulfat turşusu məhlul nə deməkdir? Həll olan sulfat turşusu, su həll edicidir. 100 vur 91 bölü 100, yəni 91 qram sulfat turşusu 9 qram sudur. Oleyin məsələlərində də suyun funksiyası nədir? SO3'dən nəsə qopardır. Ki verin. Nə qədər qopardır? 40 qram. Qopartdığını özünə birləşdirib təzə sulfat turşusu yaradır. Bax. Aha, vəssalam. Oleyimdəki 0,3 yazıram 30% yuxarıda həll olanı yazıram. Aşağıda həll olanla həll edicinin cəmi. Yəni 91 ilə 49 eli 140, 140'dan da 40 çıxanda, yəni M plus 100 olacaqdır. Bu da doğru cavab burada 100'dür. Həqiqətən 60'ı, yəni 100'dən 40 çıxanda 60'ı deməli 200'ə böləndə 30%. Doğru cavab burada C bəndi olacaq. 12-ci sualda göruldayıcı qaz hidrogen və oksigenden ibarətdir. Sintez qazda hidrogenlə CO-dan. Deməli burada Y oldu hidrogen. Onda X oldu bu. Onda deməli bu da oldu Z. Yazılır X maddəsi amonyakla karbamid əmələ gəlir. Amonyakla karbamid CO2 əmələ gətirir. Burada CO2 yoxdur. Y mürəkkəbdir. Xeyr, hidrogen bəsitdir. X karbonla reaksiya gedir. Bəli, oksigen karbonla reaksiyası var. Müəyyən şəraitdə Z kalium OH-dan duz əmələ gətirir. Bəli, CO ilə kalium OH, HCO kalium. Kalium format əmələ gətirir. 13-cü sualda deməli çink S-dən çink oksidin alınması. Yəni bizdən bərk kütlə soruşur da. Deməli M qramdır çink S. Çıxımda solda duran maddənin dissosiasiya dərəcəsi kimidir? Solda duran maddənin sərf olunmasıdır. Yəni M-in 75% çıxıbdır, gedibdir. Yəni M vurulsun 75 bölünsün 100, 0,75 M-i sərf olub. Onda M-in 0,75 M-i sərf olubsa, bundan qaldı 0,25 M.
Bu 0,75 emsal fonda gəlin görək bu nə qədər alınıbdı. Bu da alınıbdı 81'i vururam 0,75'e. Bu da alınıb 60,75 m bölünsün 97. Bunların da cəmi sonunda m-24 olub. İndi burada riyaziyyatdır da. Hər tərəfi 97'ye vurursan, ondan sonra da m'i tapırsan. 194 eləyəcək doğru cavab. 13-cüdə B bəndi olacaq. 14-cü sualda deməli burada COH-ın yanındakı əvəz olunur. Bu zaman əmələ gəlir karbon H3. Karbon H xlor COH. Baxın bu karbonu görürsünüzmü? Hidrogenden alır -1 xlora verir müsbət 1 0 olur. Sonra burada Markovnikovun əksi baş verir. Hidrogen iki qatlı hidrogene aza birləşir. Aydındır. Amma mən yenə deyirəm, hidrogen burada deməli Markovnikovun əksi baş verir. Hidrogen iki qatda hidrogene aza birləşir. Xlor çoxa birləşir. Və ikinci karbon da budur. 2 dənə hidrogen birləşir. Yəni karbon hidrogenden alır. Çünki ötə mənfi cərgəsi var. Folla. Niyə sən Can Polad Hüseynovu bək sillələdin? Baxın, bax karbon hidrogenden alacaqdır. -2. Ondan sonra da bu birisində də doymuş turşu alınır. CH3, CH2. COH burada da -2'dir. Yəni X burada böyükdür. Y bərabərdir Z-ə. Ona görə 14'te doğru cavab B bəndi olacaq. 15-ci sualda tripeptid 3 dənə amin turşu çıxılsın 2 dənə su 36 qram. Bərabərdir A. Tetrapeptid 4 dənə amin turşu çıxılsın 3 dənə su bərabərdir B. Aşağıdan yuxarını çıxıram. 4 dənədən 3'ü çıxanda qalır 1 amin turşu. -54'dən də -36'ın çıxanda mötərizənin qabağında minus olanda içəridəki şahisi dəyişir. Olur -54 plus 36. Yəni -18. Bərabərdir B minus A. Buradan da amin turşu bərabərdir B minus A plus 18. Doğru cavab 15-cidə B bəndi olacaq. 16-cı sualda metil metakrilat. Bu metakrilatdır. Metakril turşusu. Bu da metil. Deyir 3 rabitə karbonun sp2, sp3 hibrid orbitalların örtülməsindən yaranıbdır. Bu da bir dənə var sp3, sp2 karbonun arasında. 3 dənə birli karbon var. Bəli, bu da birlidir, bu da birli, bu da birli. Bu heç nəlidir, heç bir karbonla birləşməyib. Propil asetatın izomeridir. Heç vaxtı bu doymuş turşudan alınan mürəkkəb efir doymamışdan alınan izomer ola bilməz. Karbonları eyni cinsi çaşdırmasın. Hidrogenləri fərqlidir axı. 12 polyar kovalent var. Nədir polyar kovalent? Karbona birləşən hidrogenlər. Neçə dənə? 8 dənə. Bir də karbonla oksigen arasında 4 dənə. Aydındır. Ona görə də burada 12 olacaq. Bu da doğrudur. 16-cı sualda doğru cavab D bəndi olacaq. 17-ci sual çox maraqlı sualdır. Xahiş edirəm, çox diqqətlə qulaq asın. Yazıb ki, 50 dərəcə Selsiyada maddənin müəyyən kütləsi X millilitr suda, yəni X millilitr X qram deməkdir. Suda həll edilir. İndi 50 dərəcəyə baxın. 50 dərəcədə həll olan 550, təbii ki 1000 qram su üçün də bu. 550 qram 1000 qram suda. Buradan da M həll olan bərabərdir 0,55x. Deməli həll olan 0,55x oldu. Su da burada x'tir. İndi deyir ki bunu 50'dən 30 dərəcə qədər soyduruq. Soydanda həll olanda çökmə baş verir. Amma bilmirəm nə qədər çökür. Ona görə minus B yazırım. Və 30 dərəcə enibsə 30 dərəcədə həll olan 250'dir. Yəni 1000 qram suda 250'dir. Buradan da bu eləyir 0,25x 0,55'dən də 0,25 çıxanda 0,5 B bərabərdir. Bu qədər çöküb. Çöküb sözü də kristallaşıb deməkdir. Bu da deyir ki, həmin məhlul 30 dərəcə soyuduqda kristallaşan duzu, yəni bunu həll etmək üçün bu qədər su lazımdır. 936 mililitr, yəni qram deməkdir da. Yəni 30 dərəcədən gedir söhbət. 30 dərəcədə bayaq dedik ki, 1000 qram suda 250 qram həll olub. Və buradan da tapırsan ki, 250 vurulsun 936 bölünsün 1000 bölünsün 0,780 eləyir. Yəni izahat dəfələrlə baxın, başa düşəcəksiniz. 18-ci sualda hidrogenə görə nisbi sıxlıq D hidrogen bərabərdir M bölünsün 2.
A bərabərdir M bölünsün 2, M bərabərdir 2A. Deyir, bu qazın helyuma görə sıxını tap, bölürsən 4-ə. A bölü 2 eləyir. Eyni zamanda 19-cu sualda. Mis 2 oksit üstə gəl. Bunu biraz belə yazaq. Mis 2 oksit üstə gəl, amonyum xlorid. Əmələ gəlir, mis üstə gəlir. Bu metalların lehimlənməsidir. Üstə gəl, N2 üstə gəl, su. Baxın, mis müsbət 2-dən gəlir mis 0-a. Baxın diqqətlə. Fərq 2-dir. Solda misait bir oxitləşmə dərəcəsi var. Sağda 2 dənədir. Sağda çoxdur. Sağ yazıram. Burada rəqəm olsa vuracaqdım. Azot da mənfi 3-dən gəlir. 2 dənə azot 0-a. Fərq 3-dür. İşarəni yazma. Solda azotat bir oxitləşmə dərəcəsi var. Sağda da bir dənədir. Solda və sağda oxitləşmə dərəcələrinin sayı eyni olanda sola bax. Solda rəqəm yoxdur. Vurmuram. Çox adamın böyük bəlasıdır bu. Yerini dəyişdim. İndi baxın. 3'ü yazıram. Baxın. Sağdakı dəyişən misin qabağına. 2'ni yazıram. Baxın sözə. Soldakının qabağına. Qalanları düzəldi. Deməli biz öyrəndik ki, burada mis 2 oksitin qabağında 4 var. Bunun da qabağında deməli 2 var. İndi baxın. Deyir eyni mol AA. Bunun aşağıdan 4, bunun aşağıdan 2 yazırım. A'nı 4'ə bölürəm, A'nı 2'yə bölürəm. Hansı kiçikdirsə o tam sərf olunur. Deməli A bölü 4 mis 2 oksit tam sərf olunur. Aydındır yoxsa yox? Və bu zaman deməli NH4 xlor burada artıq qalacaqdır. Deməli artıq qalan amonyum xloriddir. Bu natrium OH-la gedir, amma H xlorla getmir, amonyakla getmir. Gümüş bir nitratla gedir. Doğru cavab 19-cu sualda C bəndi olacaqdır. 20-ci sualda almış birləşmədə metalın valenti sözü olmalı burada. Metalın. 2 valentli, 3 valentli. Yəni xrom xlorla 3 valentli olur. Nitrat turşundan da 3 valentli olur. Dəmir H xlorla 2 valentli olur. Dəmir S-lə də 2 valentli olur. Yəni nəzəriyyədə də qatı sulfat turşundan 3 valentli olur. Xrom da kükürdlə 3 valentli olur. Yəni doğru cavab burada Y bəndi olacaq. 21-ci sualda mən azotu belə yazıram. Hidrogen də burada 3 dənədir. Belə yazacağım, bax. Və 2 dənə də NH3. Bu 1. Bu da 2. İstilik effekti bərabərdir. Rabitə enerjilərin fərqi sağ çıx sol. Burada demək bu 226'dır. Bu da 104'ü vururam 3'ə. Çünki 3 dənə rabitədir. 104'ü 3'ə vuranda 312 eləyir. Burada da 6 dənə NH rabitəsi var. 93 vururam 6'ya 558 eləyir. Sağdan solu çıxıram. 558'dən çıxıram 312 ilə 226 eləyir 20. Müsbət 20. Ancaq burada amonyakın əmələ gəlməsi deyir. 2'ye böləcəm. Müsbət 10. Əmələ gəlməsi. Amma entalpiya dediyinə görə bu mənfi olacaqdır. Doğru cavab 21'də deməli C bəndi olacaq. Ondan sonra keçirik burada deməli 22-ci suala. Deməli gümüş burada müsbət 3'dən gəlir müsbət 5'ə. Yazıram 2 dənə gümüş müsbət deməli 3'dən gəlir gümüş müsbət 5'ə. Və burada deməli fərq nə qədərdir? Fərq 2'dir. İndi solda gümüşat bir oxitləşmə dərəcəsi var. Sağda da bir dənə vururam ona görə. Vururam. Sonra 3 dənə kükürt mənfi 2'dən gəlir. Kükürt müsbət 4'ə. Fərq 6'dır. Yenə solda kükürdat bir oxitləşmə dərəcəsi var. Sağda da bir dənədir. Solda və sağda yenə sola baxıram. Vururam. Azot da müsbət 5'dən gəlir. Müsbət 4'ə 1 elektron. Bu elədi deməli 22. Çünki ikisi artır. Artdığına görə bunları toplayıram. Yerini dəyişdim. 22'ni yazıram azotun qabağına ikisinin də. Bizə nəli nokini soruşur. Ona görə doğru cavab 22 olacaq. 23-cü sualda etilen oksitləşəndə etilen glikol verir. Bu düzdür. Benzol oksitləşmir. Asetilin bu hidratlaşanda bunu verir. Kalium permanganatla oksalat verir. Bu da bu doğrudur. Ona görə 23-cü sualda doğru cavab A bəndi olacaq. 24-cü sualı nəzərdən keçirdik. Baxın. Deməli azot yazıram 3H2. Əmələ gəlir 2NH3. Bu 6 mol, bu 12 mol. Solda duran maddə əmsalı neçədir? 1'dir. Amma əmsalı qədər məhsul formada sərf olunur. Bu da məhsul qədər sərf olunur. Bu əmsalı qədər məhsul formada. Yəni 3'lü 3A sərf olunur.
Və sürət düsturu da var. Nü bölünsün V delta T. Yadınıza saxlayın. Bu yuxarıdakı nü sərf olunan nüdür. Və burada hidrogenə gəlir sürət 1,5'dir. 3A sərf olunub. Aşağı da 1 vurulsun. T'ni bilmirəm. 3A bərabərdir 1,5T. Onda hidrogen 12 minus 3A qalıbdır. Deməli nə qədər olduğunda 12 minus 3A'nın yerinə 1,5T yazıram. Və hidrogenin əmsalı azotun əmsalının 3 dəfə çoxdur. Ona görə hidrogenə gəlir sürət 1,5 olanda azota görə sürət 3 dəfə 0,5 olur. Azot da A sərf olunub. Aşağıda yenə yazıram 1 vur T. Buradan da A bərabərdir 0,5T. Burada da A'nın yerinə 0,5T yazıram. Və deyir bunlar bərabərləşir. Vəssalam 6 buradan T'yə bərabərdir. Doğru cavab D bəndidir. 25-ci sualda mürəkkəb efir karbon N, H2N, O2'dir. Ümumi sigma ümumi atomdan bir vahid əskikdir. Ümumi atom 3N plus 2'dirsə, ümumi sigma 3N plus 1'dir. Bərabərdir A. Hidrogen rabitəsi 2N'dir. A minus karbon hidrogen 2N. Buradan A'nın yerinə yazıram 3N plus 1 minus 5 bərabərdir 2N. Buradan da N bərabərdir 4'ə. 4 tane karbon etil asetat. 4 tane karbon propil asetat. Artık burada karbon çoxdur. Bir de propil formiyat. Qarışqa turşusunun propili 4 karbon. Ona göre de 25-ci sualda doğru cevap D olacaq. 26-cı sual nəzərdən keçirdək. 2 mol kalium hidroksit. 2 vurulsun. 39 üstə gəl. 17, 56. Bərabərdir 112 gram. Bir de 288 gram su. 112'ni 288'den toplayanda elir 400. 112 bölünsün 400 vurulsun 100. Bu 28 fazili. Birinci doğrudur. İndi ikinciye bakın. Kalium oksit üstə gəl su. Əmələ gəlir 2 kalium hidroksit. Burada çok maraqlı bir nüans var. 47 gram kalium oksitdən həll olanı tapıram. Bu neçə eləyir? 39 vur 2 üstə gəl 16. 94. Bu da eləyir 56 vur 2 112. Buradan 47'ni vururam 112'ye bölürəm. 94'e 56 gram eləyir. Ancaq burada su sərf olunur. Görə nə qədər sərf olunur? 47 vurulsun 18 bölünsün 94. 9 gram su sərf olunur. 153'dən 9'u çıxıram. 153 çıx 9. 144 gram su eləyir. Bunların cəmi eləyir 200. 56 da 200'ün 28%'ini təşkil. Üçüncüdə kalium üstə gəl su. Əmələ gəl kalium hidroksit 0,5 H2. Biz 1 molun köməyinə həll olanı tapıram. 56 gram eləyir. Bu zaman burada su sərf olunur. 18 gram. 62'nin 18'i getdi. 62 çıx 18 bərabərdir 44. 44 ilə 56 neçə eləyir? 100. 56'ını da 100'e bölüb 100'e vuranda 28 eləmir. Birinci ilə ikinci doğru olur. 27-ci sualda baxın, bax piritdən yanma zamanı əmələ gəlir ferium 2O ya da oksigeni yazmıram 10 saat. Bir de ki solda dəmir bir dənədir, buraya 0,5 yazıram ki 1 eləsin, kükürt solda 2'dir, bura 2 yazıram. Bir de kükürt üstə gəl oksigen. Əmələ gəlir SO2 402 verin diqqətin. 400 gram qarışıqdır da piritlə kükürt qarışığı da. 400 gramın tam yanması zaman. Tam yanma ne deməkdir? Artıq deməli nə pirit nə də kükürt son qarışıqda olmayacaq. Bərk qalığın 60% azalma olur. Əgər 400'ün 60'ı azalıbsa deməli 40'ı qalıb da 40%. Yəni 160'ı qalıb. Qalan da budur. Çünki başqa bərk qalıq yoxdur. Əvvəlkilər dedi tam yanıbdı. Sağdakilərdən bir dənə bərk budur. Mən 160 bilmənlər şəkildə budur. Və bu 160'ın köməyi ilə isti mən buradan bunun molunu tapıram. Bu eləyir 80. Bu deyilir 2. 160 vur 2 böl 80. Bu 4 elədi. Buradan 4 tapdım. Sonra bu ilkin qarışığın 400 gramını görək nə qədər piritdir. 160'ın köməyi ilə onu tapıram.
160 vurulsun 120 bölünsün 80. 240. Demək 400'ün 240'ı buymuşsa 160'ı da buymuş. Buradan da bunun SO2'sini tapıram. 160 bölünsün 32. 5. Ümumən 9 eləyəcəkdir. 27'de doğru cevap D bəndi olacaq. Sonra gəlir burada 28. sual. 28. sualda 5 tane karbon var. Amma deyərsə səncədə 4 tane. 1, 2, 3, 4. Bunu gətdim bura. Deyir ki, qat birinci cərgədədir. Buradadır. Hidrogenlərini düzəldirəm. Və burada görürsünüz ki, sistrans yoxdur da. Çünki 2 qata birləşən karbonlardan biri 2 eyni şeylə birləşib. Sonra yenə 4 tane karbon. Biri qaldı. Bunu yenə bura yazdıram. İkinci boşluğa düşür. Yenə də sistrans yoxdur. Amma əsas səncədə 5 tane karbon olanda və 2 qatı mən bura yazanda artıq burada sistrans var. Ona görə 28-ci sualda doğru cavab C bəndində öz əksini tapacaq. 29-cu sualda fikir verin. Bunu verən çöküntü olmamalıdır. Çöküntü qaz, su, bunlar iyon vermir. Ona görə getdi. Bunu verən çöküntü olmamalıdır. Bu suda həll olma, bu da getdi. Vəssalam, deməli CO2 verən budur, suda həll olur. Hidrogeni verən budur, suda həll olur. Qalanı da öz axından düzələcək. Ona görə 29-cu da doğru cavab C'dir. Ondan sonra gəlir burada 30-cu sual. Kütlə nisbəti x bölü y bərabərdir a bölü 2. Buradan da x bərabərdir ay bölünsün 2'ye. Tapdım buradan bunu. Ay bölü 2 və deyir x'in kütlə payı 60%. 0,6 bərabər yuxarıda x'in kütləsini yazıram. Yəni a yerini yazaq da. Aşağıda bunların cəmi. Yəni x ay bölü 2'dir. Bu da y'dir. Olur deməli ay plus 2y. Yəni ay plus 2y bölü 2. 2'ler getdi ixtisara. Bu zaman buradan ay bərabərdir 0,6 ay üstəgə 1,2 y. 0,4 ay bərabərdir 1,2 y. Y''lər getdi. Buradan a bərabərdir 1,2'ni 0,4'e böləndə 3 eləyəcək. 30-cu sualda doğru cavab deməli A bəndi olacaq. Sonra 31-ci sualda burada deməli ki xlordur. Atomdan molekula kiçikdən böyüyə keçində vəzifə artırsa bu müsbət əlamətdir, eksotermik. Burada isə kalsium 0'dır. Bu elektron verib buna gedibdir. Pul vermək hərəkətin xoşuna gəlmir. Ona görə bu mənfi əlamətdir. Burada da kiçik aqreqatdan böyük aqreqata getdikcə vəzifəsi artıbdır. Bu müsbət əlamətdir. Ona görə də 31-cidə doğru cavab demək endotermik dediyinə görə Y bəndi olacaq. 32-ci sualda burada qapı, jalüs, asma tavan bu artıq nəzəriyyədir. Tətbiqdir. Bu vinil xloridə aiddir. 33-cü sualda da bu da nəzəriyyədir. Amid deməli burada deməli polipeptid demək olar buna. Ümumiyyətlə peptid raptid demək kapronda var. Nilon, zink, zülal, enant, neylon, kapron, kevlarda da var. Yəni kevlar dərsliyi oxumaq lazımdır. Lafzanda yoxdur. Ona görə də 33'də deməli olmayan deyir. Yəni lafzanı götürəcəyik. 34-cü sual maraqlı sualdır. Fikir verirsinizsə, deməli burada həm SP var, həm SP2 var, həm SP3 var. SP ilə SP2'nin cəmi 8'dir. Bu demək ki, bu kumulə olunmuşdur. Yəni SP2 3 deməkdir. SP2 3 deməkdir. SP2 deməkdir. Bunların cəmi 8 elədir. Sonra deyir ki, B ilə C'nin cəmi, yəni SP2 ilə SP3'ün cəmi də 10 eləyir. Yəni SP2 onsuz da burada 6'dır da. Bir dənə də bura SP3 karbonu yazıram 4. İndi deyir ki, SP3 orbitallar, yəni 4 molekulun əmələ gəlməsində iştirak edən karbon orbitalı. Yadda saxlayın, hansı hibrid vəziyyəti olur olsun. İstən SP2 olsun, istən SP3, istən SP olsun. Karbon həmişə ümumi rabitə 4 orbital sərf edir. Molekulun yaranmasına 4 orbital sərf edir. Burada 4 tane karbon var, hərəsinin 4 orbitalı 16. Bu da 25 eləyəcək. 35-ci sualda. Bariumdan SO4, mislə OH. NH4 də deməli OH ilə deməli birləşir. Ona görə də 35-ci sualda 1,3,6 olacaq. 36-cı sualda da biz bilirik ki, oksidləşmə dərəcə çox olanda kükürddə burada qatlıq çoxdur. Yəni S1 böyükdür S2. Amma bu temperaturlara görə sabit saxlayasan da ikisini birdən tətbiq eləmək olmaz. Aydındır. Yəni bu zaman temperatur bərabər olub S1 böyük S2 olanda SO2'nin çıxımı çox olur da. Yəni bu baxımdan. Bir də var ki, məsəl üçün qatlıqları sabit saxlayırsan, temperaturu dəyişirsən.
Temperatur artanda oksidaşma dərəcəsi azalır. Yəni T2 böyükdür T1 olur. Ona görə də T1 bərabərdir C2 olanda T2 böyükdür T1. T1 bərabər T2 olanda C1 böyükdür C2. Yəni ən azından bu cür yanaşırıq. Ona görə D bəndi olacaq. 37-ci sualda azot üstə gələk 3H2. Əmələ gəlir 2NH3. Azot yazıram, hidrogen yazıram. NH3 yazıram, başlanğıc sərf tarazlıq, son. Eyni moldur. Bu zaman oksidləşdirici, yəni azot 0,2%, yəni 0,2A sərf olundu, yəni 20%, yəni 0,2A sərf olundu, qaldı 0,8A. Bu 0,2A sərf olunanda görək bu nə qədər sərf olunur? Bu da 0,6A sərf olunur, qaldı 0,2A. Reduks edici də hidrogendir. Bu qədər qaldı. Doğru cavab 37-də deməli B bəndi olacaq. 38-ci sualda görürsünüz ki, kükürtlər hamısında eynidir. Onda hansında MR azsa orada kütlə payı çox olacaq. Omega 3 dediyinə görə natrium 2S'də də omega 3, o da Z-dən işarə olunur. Omega 2 dediyinə görə o natrium sulfitdədir. O da Y-lə işarə olunur. Onda omega 1 də natrium sulfatdır. Bu da X-dir. Yazır X hidroliz eləmir. Bəli. Hidroliz eləmir. Çünki ikisi də qüvvətlidir. Y-in hidrolizin ilkin mərhələsində turş duz alınır. Bəli, burada turşu çox valentlidir. Z hidroliz eləmir. Hidroliz eləyir, qələvi mühit əmələ gəlir. Z-in suda məhlul nitrozin duzun kütlə payı artır. Kütlə payı o zaman artır ki, su buxarlansın, duzun kütləsi dəyişməsin. Amma Z-də deməli burada həm nə əmələ gəlir? Buradan hidrogen əmələ gəlir, kükürt əmələ gəlir. Natrium OH. Baxın, katodda toplanan sudan gedəndir. Anodda toplanan duzdan gedən. İkisindən də azalma baş verir. Yəni, elektroz dərsindən qulaq açmaq lazımdır. Ondan sonra X-in suda elektroz zaman duzun kütləsi dəyişmir. Bəli, burada su buxarlanır, duzun kütləsi dəyişməyəcəkdir. Yəni, elektroz dərsində bu barədə mən məlumat vermişdim. 38-də C bəndi olacaq. Sonra 39-cu sualda X2SO4 dissosiasiya edir 2-dən X-ə və SO4-də dissosiasiya dərəcəsi sərf olunma demək. Yəni 2-nin 40-ı sərf olunub. Yəni 2 vur 40 bölü 100. 0,8'i bu zaman dedik X'i soruşur bizdən. Y yazıb bura 1,6 eləyəcək. 40-cı sualda A bəndi natrium orta fosfat yazıram. B bəndi natrium dihidro orta fosfat yazıram. Burada kalsiyum orta fosfat yazıram. Burada natrium hidro orta fosfat. Burada da kalium klorit. Natrium OH və H3PO4. Natrium orta fosfat natrium OH-dan gedə bilməz. Çünki PO4 özünə 4-cü natriumu birləşdirə bilmir. Amma H3PO4-dən gedir çünki orta fosfat turşusu öz duzlarıyla gedəndə reaksiya o zaman mümkün olur ki PO4 olsun ki HPO4'e çevrilsin. HPO4 olsun ki H2PO4'e çevrilsin. Burada PO4'tür. İkincidə natrium OH gedir bundan. Çünki birində OH, birində H var, su çıxacaq. Amma orta fosfat getmir. Çünki burada orta fosfatın ən böyük qalığı H2PO4'dür. Ondan sonra başqa orta fosfat qalığı yoxdur. Kalsiyum orta fosfat çöküntüdür. Çöküntü duz üstə gəl metal OH getmir. Amma H3PO4 turşudur. Turşu da öz duzunla o zaman çöküntüyə də baxmırıq turşu duz reaksiyasında. Bu burada özünü artıracaqdır. PO4'dən HPO4'e və H2PO4'e qədər qalxa bilər. Natrium 2HPO4. Natrium OH-dan gedəcək. Birində su var, OH var, birində hidrogen var. H3PO4 də gedəcək. Çünki burada HPO4 qalıqıdır. Ondan sonra H2PO4 qalığına çevrilə bilər. Kalium klor natrium OH-dan getmir. Çünki duz üstə gəl metal OH o zaman gedir ki, əvvəldə çöküntü olmasın, düzdür, yoxdur. Amma axırda heç olmasa çöküntü alınsın. Çöküntü alınmır. Eləcə də orta fosfatla klorid eyni güclüdür. Bunlar bir-birlərini çıxarda bilmirlər. Bəzən çıxardılar, axırda çöküntü alınsa, amma burada çöküntü alınmır. Ona görə də 40-cı sualda doğru cavab, yəni bunu uyğunlaşdırırıq. Məsəl üçün, burada minus plus yazıb, deməli, A bəndi bura aiddir. Plus minus yazıb, B bəndi bura aiddir. Sonra, deməli, kalsiyum orta minus plus yazıb, C bəndi bura aiddir. Sonra, plus yazıb, D bəndi bura aiddir. Ona görə də 40-cı sualda A, C, D, B olacaq.